Sağalmağıma çok sevindim Lotus. Evet, sağ ol Yaman. Yaman. Ha? Sen sözün var. İşte. Psikolojiklerin başa bırakmışam. Nazıvan sana mı? Təbrik edirəm. Mən səni təbrik edeyim. Dostlarından bir şey soruşmaq yadımdan çıxdı. Buyur. Ürəyimiz böyüdü, evlərimiz balaca. Şəkildə nə demək istəyirdin? Tezi əcəl bizi tapacaq. Şəkildə demək istəyirdim ki, sizə sorumluluğunuz mənim əlimdə olmayacaq. Çalışdıq ki, Bir şey düşmədi, amma neysə. çörək. Mən gedim, sən yaxşısansa, üzünə baxıb gələm. Birazdan gələcək. Meyid məciddə günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Alo, Mikrayonda eşidirəm. səhər açılır. Hamısını yüklüyün maşına, mənə lazımdır. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların Allah xəyallarından da böyük. Yaman çox saf uşaqdır, hər şey tez inanır. Həyatda uduzar. Evin yolunda Quzğun. düşmüşük uzaq. Allah, bu 100% məndən küsü beyin. Yer ulduzda. Gəlsin, ona şad xəbəri verəcəm ki, qara vəzirlə iş birliyi edirik. O da sevinəcəkdirlər. Alo, mənəm, Qarabək. Səndən 5 dəqiqəli işim var, mənim məkanım təqsə gəl, səni gözləyirəm. Davay. Gəlir. Qaravazir eşidirəm. Sənin məkanın tərəfə gəlim. Yaxşı, gəlim. 5 dəqiqə oldu. Tamamsan. Harda qaldı bu, ürəyim züldü. Elçinin önüne xəbərim var. Nə olub ki? Elçini yaman öldü. Nasıl ondan şübhələndim? Özüm çox şübhəli aparıyor. Mən malı korsanını alırdım da, onu bilirdin. Bilirəm. Elçini yaman öldürüb, amma korsanın üstünə atıb ki, sən korsanı öldürəsən və mən mal ala bilməyim. Mən istəyir ki, mən mal ala bilməyim və sağalım. Yaman korsanın sənin qardaşın olduğunu bilirdi. Qısacası öz qardaşının sağlamlığı üçün sənin qardaşını öldürdü. Quzğun, mən nə işitmiş olmam. Yaman işini bitirməyə hazırsan? Hazıram. Ol Quzğun, Elçin sən öldürmüsən hə? bir dəqiqə başa sala bilərəm. Quzğun saçma. Elçinin başdan bəri xəyanətkar olduğunu desəydim, inanmayacaqdım. Sən öz qardaşımın yaxşılığı üçün mənim qardaşımı öldürmüsən. Mən sənə eyni vaxtda öyrəndim korsan sənin qardaşındır. Yaman sen inat. Yaman sen inat Yaman. Sen düzgün elədin. Sen onu öldürmeseydim o seni öldürəcəkdi. Yaman sən beni öldürə bilməzsən. Her şey tekrar edədim. Bütün şerefsiz. Etsene. Her şey başlayalım onun bir feneti. Səndən gözləməzdim Qaravəzir. Mən sizə demişdim axı, sizin sonunuz mənim əlimdə olmayacaq. Ya da elə səndən gözlərdik. Ən şərəfsiz hərəkət sənə yaraşdırardı. Mən bugün onsuz burada öləcəm. Bu da zərbə ilə yaşamaq mümkün deyil. Bəs sən necə qardaş qatil adı ilə yaşayacaqsan? O sənə qalmır.
Bakı gecenin nəbzində soyuq bir nəfəs, hər addımımız kölgələrdən bir səs. Elçinin rəqəmsal izi, Kuskunun polad əlləri, Yamanın planı, keçmişin sirli xəbərləri. Qara qutuda bir şəkil, oyun indi başlayır. Sizi tapdım.